İlk olaraq, hə. Gülnar xanım sizin üçün Cahangir olmasaydı mən... Bu günləri daha da belə tanınmazdım. Aha, etiraf edirsiniz. Bəli. Çünki Cahangirlə o dadı, tamı, o şirinliyi, bu həyat dolu belə hər günü Cahangirlə tamamlayır. Bəs mənim dilimdən desən. Ay, indi bax, indi. Rahat yaşayardı. Sən nə deyirsən? Cahangir... Gülnar olmasaydı Cahangir rahat yaşayardı. Cahangir olmasaydı Gülnar deyir ki, mən bu qədər tanınmazdım. Bəs gəlin görək, növbətində nə yazılıb? Gülnar olmasaydı mən... Oturmuşum evdə rahat yatırdım. Necə qədərdir işlərin Cahangir? Belə deyim də, insanın həyatında rəngli bir dünyası olmalıdır. Mənim də rəngli dünyam Gülnar xanımdır. Hə, növbəti təqdim eləyək. Səhnəyə çıxmazdan əvvəl ən çox hər ikiniz cavab verəcəksiniz. Gülnar xanım, səhnəyə çıxmazdan əvvəl. Gülnar. Xırdalıq çox eləmə, özümü həyəcanlandırma, qorxma, yanındayım, nə də olsa böyründəyim, dayağam sənə. Sən deyirsən, motivasiyalı sözlər. Daimi olaraq. Aha, bəs sən səhnəyə çıxmalı. Eyni sözü mən də hər zaman təkrarlamışam ki, mən orada oldum, olmadım, sən mənim üçün həqiqətən çox böyük bir fəxrlə Cahangiri izləyirəm, yəni arxasındayım hər zaman. Cümlə tamamlayın. İbrahim, əslində olan adam kimi özünü aparır. Səhnəyə çıxmazdan əvvəl ən çox bir-birinizə motivasiyalı sözlər deyirsiniz. Yəni deyirəm də hər zaman. Özünə adam kim apar, sağa baxma, sola baxma. Gözüm üstündədir. Növbəti. Bir-birimizə ən çox dediyimiz söz. Nə deyirsən Gülnar? Bir-birinizə ən çox nə deyir? Deyiləsini de. Nə bilim, o artıq o qədər söz deyir ki, hansını deyim bilmirəm. Nə deyirsən? Məsələn, səhər açıldı, bir getirsiniz hansısa bir şey. Məsələn, mən ən çox dediyim söz, mən Cahangirə həqiqətən öz adımdan, indi böyüklərimiz baxır, üzr istəyirəm, mən sənətkarım deyirəm Cahangirə. Yəni, hə, belə. Ən çox sənətkarım deyir. Aha, bəs Gülnara sən nə deyirsən? Mənim ən məşhur sözüm başımın bəlasıdır. Əssalam. Elə bu lazımdır. Ondan böyük nə ola bilər şey? Adam öz istədiyi, çox istədiyinə deyir, ha, başımın bəlası. Yəni, adam öz çox istədiyinə hər zaman başımın bəlası deyir. Sən necə çox istəyirsən. Növbəti. Tamaşası bizi görəndə ilk ağlına gələn. Almaya bənzər, alma ağacı gözəl. Ən çox, yəni bu. Aha, bəs səncə? Elə birinci görəndə deyirlər, aha, gəlirlər, sevgilidirlər. Daima bu sözü eşidirəm. Qardaş, əl çəkin. Doğrunu dedi. Allah haqqı, hansı yola çıxıram, eşidirəm, ha, qıraqdan. Məsələn, kimsə, bunlar sevgilidir ya. Məsələn, iki dənə qadın, az, bunlar sevgilidir. Bir doy onun da. Belə düz deyil. Eynən. Növbəti. Bizim duetin sirri. Ən böyük sirri bir-birimizi qırmaq, amma heç vaxtda qırağa atmamaq. Yəni, mahnı üstündə o qədər dalaşmışıq. İnanın Allaha, studiyadan küsüb qaçmışıq. Təsəvvür elə. Sabahsı gün təzdən. Elə vaxt olub ki, amma bir dənə bir şey var ki, nə eləyirsə ortadan yenə ortaq məxrəc gəlib ortaya çıxır. Duetin əsas sirri də, önə getməyin sirri də olur. Bəs Gülnar xanım sizcə? Bizim duetin sirri, valla belə deyim də, Cahangirlə bir-birimizə biz çox sadiqik. Yəni, onun mənə dediyi hər bir söz mənim üçün, sirriniz budur ki, sadiqliyiniz. Bəli. Bir də İbrahim, bir dənə də bir şey və qıraqdan kiməsə müdaxilə eləməyə heç vaxt icazə verməmişik. Ən gözəl odur. Bu dueti ayırmaq istəməm. Kimsə də nəsə deyəndə, deyirəm, hə, inarsan, ondan betərdir o. Pis deyirəm ki, qoy sən deyən olsun. Onu da deyim ki, mənlə dalaşmaq istəyəndə deyirəm, hə, sən deyəndir. Getdim yoluma. Bu dueti qoruyan sirr olaraq odur. Sun odur. Odur, əsas sirr odur, o qoruyur. Canım ay Cahangir, alaldı sana. Növbəti. Bir-birimizdən öyrəndiyimiz ən böyük dərs. Ən böyük dərs, o çətin günlərdə təkrarçılıq eləmirəm. O pis günlərdə bir-birimizdən ki, o necə ki, qəpik-qəpik qazanıb, əl-elə tutduq bir yerə, bir addım atdığa. Bax, ən böyük dərsimiz bizim o keçmişimizi unutmadıq. Yəni, ən böyük dərsimiz bizim o oldu. Səncə? Ən böyük dərs belə oldu ki, belə deyim də, yəni qıraq hər hansı bir qüvvənin bizim içimizə daxil olub, bizim aramızı vurmamağa çalışması və heç kimin sözünə inanmamaq. Ən böyük dərs olub ki, yəni deyilən söz ayrı olub, amma özündən eşitdiyimiz ayrı olub. Məndən də ondan da. Ona görə kim nə deyir, yenə deyirəm. Sən deyəndə də işimizi görürük. Vəssalam. Əla. Başqa variant yoxdur. Allah daim eləsin. Varsa növbətini təqdim edin. Bir sözlə duet ortağımı təsvir etsəm. Gülnar xanım, necə təsvir edərsən Cahangiri? Bir sözlə. Bir sözlə. Sən də, mən deməyəcəm. Qardaş, nə bilim. Nə? Ona bir sözlə duet ortağını təsvir etsəm, yəni, nə bilim abi, can bir, qan bir, yol bir, hətta elə bir təsvir edirəm. Amma bir sözlə mümkün deyildi onu təsvir. Aha, bəs sən. Çünki yol gedəndə də bir yerdəyik, çörək yeyəndə bir yerdəyik, gəzəndə bir yerdəyik. Yəni, həqiqətən də açıq danışaq, həftələrlə olub ki, artıq yollarda qalmışıq. Bir söz deyim, İbo, onun mənim üçün təsviri yoxdur. Həqiqətən yoxdur. Mümkün deyil də. Necə mən onu təsvir edə bilərəm ki, onu mən təsvir edeyim belədir. Xeyr, təsvir edə bilmərəm. Allah. Növbəti. Belə. Bilirik də. Bir-birimizə heç vaxt demədiyiniz, amma demək
istədiyimiz söz. Bax, budur bax. Elə bir söz yoxdur. Ola bilməz. Vallahi yoxdur. Elə söz Ürəyimizdən nə yox. keçib demişik bir-birimizə. İnternetdə bir trend yayılmışdı, saç açma. Elə söz yoxdur. Var amma elə söz. Tam niyə elə söz yoxdur? Var amma elə söz. Yoxdur. Məncə. Yoxdur. Hər şeyi demisən. Gizlədəcəyimiz heç bir şey yoxdur. Günar amma sizə? Mənim, nə bilim, hər şey deyirəm Cahangirə. Bir-birimizə o qədər Amma xoş elə- cümlələr deyirik. Demək İbrahim məndən çox o deyir. Hə, Yəni sübut məndən edirəm, çox az o- demədiyiniz bir söz yoxdur. Yox, yaxşı da. Ömrə bir şey gizli qalsın. Sir saxlayın. Və sonuncu sualda təqdim edin. Sonuncu cümləni. Ən böyük arzumuz neçəsi qaldı? Bilirəm ki, Gülnarla bağlı olsun. Və sizdə? Məndə də Cahangirlə bağlıdır. Arzular Yaxşı, bu İbrahim. arzunun gerçəkləşməməsinə mane olan nədir? Heç bir sadəcə vaxt zaman vəssalam. Nə qədər gözləyəcəksiniz? O artıq zaman göstərəcək. Onun başqa heç bir Tək əsas qüvvə deyil. mümkün deyil. Bir tarixi, bir günü, ayı, ili yoxdur. Yox, xeyr. Tarixi ayı, ili, günü yoxdur, amma vaxtı zamanı var. Günar xanım, doğum gününüz nə vaxtdır? Martın 8-i. Elə ən gözəl tarixdir elə. Həm xanımların günü, qadınların bayramı, həm də ki o Cahangir arzunun... ümumiyyətcə o bayramları sevmir. Qadının ümumiyyətcə günü olmur. O musiqini biz eşitmək istəyərdik. Musiqini bir dənə zəhmət olmasa verin. Zahir müəllim, hansı musiqidir ki, onu biz eşitmək istəyirik? İfa etdin ha indi? Hə.